Çox vaxtı kişi xeylaxları gəlirlər, deyirlər ki, mənim cinsiyyət orqanımda, dərisində nəsə bir problem var. Və 99% hallarda bu xəstələr ilk növbədə uroloqa gəlirlər. Və mənə sual verirlər ki, bu düzgündür, yoxsa bu dəri həkiminə getməlidir, bu məsələ necə həll olunmalıdır? Əslində belə götürsək, burada vacib bir məqam var. Əgər həmin o xəstənin dərisində nəsə bir problem varsa və bununla yanaşı sidik kanalından nəsə bir axıntı varsa, sidiyə gedəndə yandırma, göynəmə, hansısa bu hisslər varsa, bu xəstə uroloqa getməlidir. Çünki çox güman ki, bu dəridə olan problemlər sidik kanalına bağlıdır, sidik kanalının infeksiyasından. Əgər bu xəstədə yandırma, göynəmə, axıntı, heç bir şikayət yoxdur uroloji tərəfdən və ancaq dəri problemidirsə, onda bu xəstə dermatoloqa ya da ki, dəri zöhrəvi həkiminə getməlidir. Düzgün olaraq belədir. Əlbəttə ki, uroloqlar dəri zöhrəvi, belə deyim də, yönetimdə olan problemlərdən, xəstəliklərdən anlayışı var. Mən də bilirəm, məsəl üçün, cinsiyyət orqanında olan herpes virusu necə müalicə eləmək olar, amma mən ondan məşğul olmuram. Nəyə görə? Çünki orada müəyyən təcrübə lazımdır. Bəzi hallarda, məsəl üçün, dermatoskop deyilən bir aparat var. Yəni dermatoloqla onunla istifadə edərkən o dəridə olan problemləri daha ətraflı və daha detallı baxa bilirlər bu yaralara və əlbəttə ki, ondan baxandan sonra hansısa bir diaqnoz qoya bilirlər. Uroloqlar belə aparatlardan istifadə etmirlər. Ona görə məndə məsəl üçün hansısa belə bir şikayətlə xəstə gəlirsə, mən onu birbaşa göndərirəm dermatoloqa ya da dəri zöhrəvi həkiminə. Amma əgər yenə də dediyim kimi axıntı, yandırma, göynəmə varsa da bu kəskin uretrit, yəni ki, sidik kanalının kəskin iltihabının bir göstəriciləridir və bunu uroloq müalicə etməlidir. Və əgər müalicədən sonra şikayətlər keçdi, amma dəridə hansısa bir yaralar qaldısa və yenə də bu xəstə dəri zöhrəvi həkiminə göndərilməlidir. Bəzən belə şeylərlə rastlaşıram ki, xəstə görür ki, dərisində, cinsiyyət orqanında hansısa bir yara var və heç həkimə getmədən gedir alır tetratsiklin məlhəmi, məsəl üçün, nə bilim, klotrimazol, cürbəcür variant, məsəl üçün, hansısa bir məlhəmlərdən gedir apteklərdən soruşur, nə ilə mən bunu eləyə bilərəm və tutar ki, 10 gün, 5 gün, 6 gün istifadə edir, görür, keçmir, ancaq ondan sonra gəlir. Bu da düzgün deyil, çünki dəridə bakterial problem ola bilər, virus problemi ola bilər. Virusların cürbəcür variantları var, HPV, herpes virus. Bunların hamısının görünüşü bir-birinə oxşaya bilər, amma ki, çox vaxtı fərqlidir və hərəsinin başqa müalicə variantları var. Bakterial, məsəl üçün, tamamilə başqa müalicə olunur. Yəni ki, bu yanaşma düzgün deyil və əgər sizdə hansısa bir problem, yara əmələ gəldisə cinsiyyət orqanlarında ilk növbədə həkimə getməlisiniz. Ya dəri zöhrəvi həkiminə, ya da ki, uroloqa.